İsa necə Allahın oğlu ola bilər və eyni zamanda necə Allah ola bilər? Mən də yeni iman edəndə bu mənə çox çətin idi. Amma mən Allahın kəlamına nəzər salanda mən görürəm ki, kəlamda belə yazılıb. Kəlam bəşər olub, lütf və həqiqətlə dolu olaraq aramıza məskən saldı. Biz də onun ehtişamını, atadan gələn vahid oğlun ehtişamını gördük. Və burada mən oxuyanda başa düşürəm ki, İsa Allah olduğu halda oğul sürətində yer üzünə gəlir. Və eyni zamanda biz başqa yer tərəfdən baxanda görürük ki, yazılıb, oğul Allahın izzətinin əksi və mahiyyətinin tam sürətidir. Burada artıq təsdiq olunur ki, İsa eyni zamanda Allahın özüdür. Əgər siz də İsanı yaxından tanımaq istəyirsinizsə, Bibliyanı oxumağı məsləhət görürəm. Və eyni zamanda oxumaqdan öncə öz ürək qapılarınızı Allah açmağı daha məsləhət görürəm. Əgər biz ürəyimizin qapılarını Allaha açsaq, o zaman Allah öz sirrini bizə açacaq.